görüşü meyarının yoxlanılması üçün namizədə ölkədə və dünyada baş verən mühüm hadisələr barədə suallar verilir. Onlar barəsində namizədin məlumatlılığı yoxlanılır. Bundan başqa, hər bir namizədin mütləq şəkildə bilməli olduğu vətən tarixi, Azərbaycanın ictimai, siyasi, dövlətçilik həyatında baş verən əlamətdar günlər, onların səbəbləri, görkəmli şəxsiyyətlər barəsində də namizədə suallar verilir. Ümumiyyətlə, dünya görüşünün konkret proqramını, dəqiq çərçivəsini hazırlamaq mümkün deyil. Dünya görüşü çox geniş bir məfhumdur və dünya görüşünün içində bir çox sahələr əhatə oluna bilər ki, bunlar da bu haqda verilən suallar namizədin dünya görüşünün müəyyənləşdirilməsinə xidmət eləyir.